Məsələ 1. İndi atanın yaşı oğlunun yaşının 3 mislindən 4 il azdır. Oğul atanın yaşına çatanda onların yaşları cəmi 100 olacaq. İndi oğlun neçə yaşı var? Göründüyü üçün bu yaş məsələsidir və bu məsələni tənlik qurmaqla etməyə çalışaq. Birinci məsələnin planını quraq. Yazacaq oğul və ata. Oğul və ata. Oğlun yaşı bilmirəm. Riyaziyyatda qiymətini bilmədiyim kəmiyyətə x deyirəm. Yəni dəyişən deyirəm də x. Oğlun yaşı olsun x. Deyir atanın yaşı oğlunun yaşının 3 mislindən 4 il azdır. Onda atanın yaşı olacaq 3x çıx 4. Bu birinci addım. İndi ikinci addım 2 dənə ox qoyaq. İkinci addım olsun da belə. İkinci addımda deyir oğul atanın yaşına çatanda, yəni oğlunun yaşı atanın indiki yaşına bərabər olanda. Atanın indi neçə yaşı var indiki zamanda? 3-2 çıx 4 indiki zamanda. Yəni oğlun yaşı olacaq onda atanın indiki zamandakı yaşı. 3-2 çıx 4. İndi mənə maraqlıdır ki, burada əsas məqam odur ki, maraqlı məqam. Bu oğlun yaşı atanın indiki yaşına bərabər olanda, yəni oğlun yaşı 3-2 çıx 4 olanda atanın neçə yaşı olacaq? O maraqlıdır da. İndi baxaq. Oğlun yaşı indiki zamanda x idi. Gələcək zamanda oğlun neçə yaş oldu? 3-2 çıx 4. Arada neçə il vaxt keçdi? Onda 3-2 çıx 4-dən çıxacam oğlun indiki yaşın x-i. Bu da bərabər olacaqdır 2-2 çıx 4. Yəni arada neçə il ötəcəkdir aradan? 2-2 çıx 4 il biz gələcəyə baxırıq da. Onda atanın gələcəkdəki yaşı olacaq 3-2 çıx 4 ilə 2-2 çıx 4 toplayacağam. Yəni cəmləyəcəm. 3-2-dən 2-2 eləyəcək 5-2. -4-dən -4, mənfi boş deməkdir. Məsələn, 4 manat bir dostuma borcum var, 4 manat da digər dostuma borcum var. Cəmi neçə manat borcum var? 8 manat borcum var. Borc mənfi deməkdir, yəni qarşısı mənfi olmalıdır. Onda olacaqdır, atan yaşı olacaqdır 5-2 çıx 8. İndi deyir ki, bunların yaşları cəmi 100-dür. Yəni 3-2 çıx 4 üstə gəl atanın yaşı. 5-2 çıx 8 bərabərdir 100. Bunu həll etsək, x bərabər 14. 14 kim yaşıdır? Oğlun indiki zamanda yaşı. Elə bizdən də soruşur, oğlun indiki zamanda yaşı neçədir? Cavab oldu 14 və cavabımızı darıya aldıq. İkinci məsələ də eynən birinci tipdəki məsələ kimidir. Demək olar ki, %95% eynidir. Sadəcə yəni ədədlər fərqlidir də. İkinci məsələnin özünü həll edin və cavabınızı rəyə yazın. Mən də əgər görsəm cavabınızı sizin rəyinizə cavab yazacağım. Məsələ 3-ə baxaq. Məsələ 3, məsələ 1-dən asandır. Üçüncü məsələdə deyir ki, ana qızından 30 yaş böyükdür. 6 ildən sonra o qızından yaşca 4 dəfə böyük olacaq. 2 il əvvəl onların neçə yaşı vardı? Yenə də bu yaş məsələsidir və tənlik qurmaqdan əldə etməyə çalışaq. Yazacaq ana və qızı. İndi qızın yaşını bilmirəm də. Adətən bayaq oğlun yaşı, indi qızın yaşı. Adətən uşağın yaşını x-dən götürürlər, b-dən götürürlər də, yəni adətən. Yəni qızın yaşı olsun b, bizim dəyişən olsun b. Ananın yaşı olacaqdır 30 yaş böyükdür. B üstəgəl 30. Birinci addımda. İkinci addım. İkinci addımda 6 ildən sonra qızın yaşı b-dir. 6 ildən sonra qızın yaşı olacaq b üstəgəl 6. Gələcək zamanda. Ananın yaşı b üstəgəl 30'dur. 6 ildən sonra olacaq b üstəgəl 30'dan 6'ını toplayacağım 36. Yəni gələcək zamanda 6 ildən sonra qızın yaşı olacaq b üstəgəl 6, ananın yaşı olacaq b üstəgəl 36. Və bizə deyir ki, ana qızından yaşca 4 dəfə böyük olacaq. Yəni qızın yaşını 4-ə vursam, ananın yaşını tapacağam. Yəni 4 vuraq qızın yaşı. Qızın yaşı b üstəgəl 6'dır. B ilə 6'ını toplaya bilmədiyimə görə mötərizədə yazılmalıdır mütləq. B üstəgəl 6 bərabərdir b üstəgəl 36. Bir dəfə 4'ü b-yə vursam, bir dəfə 4'ü 6-ya vursam olacaq 4b üstəgəl 24 bərabərdir b üstəgəl 36. Dəyişənləri sol tərəfə keçirsəm, ədədləri sağ tərəfə keçirsəm, b bərabər olacaqdır 4-ə. Deməli qızın indiki zamanda 3-cü oxla göstərək.
Deməli qızın 2 zamanda 4 yaşı var. Ananın 2 zamanda 30 yaş böyük 34 yaşı var. Bizə isə deyir ki, 2 il əvvəl, 2 il əvvəl deyəndə 4 dənə ox qoyaq belə, yəni 2 il əvvəl. 2 il əvvəl dediyinə görə qızın yaşı 4. 2 il əvvəl qızın neçə yaşı var idi? Çıxacam. Qızın olacaq 2 il yaşı var idi. Ananın da yaşının 2 zamanda 34-dür. 2 il əvvəl ananın neçə yaşı vardı? 32. Onda cavab ananın yaşda qısa yazaram. 2 və 32. Yəni burada baxın oxlarla bir ox qoyduğum və belə bir xətt. Birinci addımdır, bu ikinci addım, yəni ikinci mərhələdir, bu üçüncü mərhələdir, bu dördüncü mərhələ və dördüncü hissədə də deyə bilərsiniz. Maraqlı məsələdir, amma birincidən xeyli asandır. İndi baxaq məsələ 4-ə. Məsələ 4-də deyir ki, 3 ardıcıl natural ədəddən birinci ilə ikincinin cəminin üçüncüyə olan nisbəti 5/3 kimidir. Yəni 5-in 3-ə nisbəti kimidir. Bu ədədlərin cəmini tapın. Biz ilk öncə nəyi bilməliyik? Ardıcıl ədədlərin üstürü. Bax yazaq. Ardıcıl natural ədədlər. Bax üstürdən belədir. Ardıcıl natural ədədlər. N sonra n üstəgəl 1 sonra n üstəgəl 2 sonra n üstəgəl 3 n üstəgəl 4 və s. Məsəl üçün nümunə göstərsək, məsəl üçün 5, 6, 7, 8 və s. Biz bunu bilməliyik, bu n-lə olan. Burada n hər birində, n nə cür ədəd? N natural ədəddir. Sonra ardıcıl tək natural ədədlər. Üstürdən yazsaq 2n çıx 1, 2n üstəgəl 1, 2n üstəgəl 3, 2n üstəgəl 5 və s. Nümunə göstərsək, məsəl üçün, tutaq ki, 7, 2 artır da, 9, məsələn 11, məsəl üçün 13 və s. Bir də var ardıcıl cüt natural ədədlər. 2n üstəgəl 2, 2n üstəgəl 4, 2n üstəgəl 6, məsələn göstərsək, tutaq ki, 8, 2 artacaq da 10, 12, 14, 16 və s. İndi biz məsələmizi həll etməyə çalışsaq, bizim məsələdə deyir ki, qırmızı qələmlə yazıram, 3 ardıcıl natural ədəddir. Onda natural ədədimizin biri olsun n, o birisi olsun, ikinci olsun n üstəgəl 1, üçüncü olsun n üstəgəl 2. Deyir, birinci ilə ikincinin cəmi. Birinci ilə ikincini toplasam, n ilə n toplayacağım. Olacaq 2n üstəgəl 1. Birinci ilə ikincinin cəmi. Üçüncüyə olan nisbəti. Yəni, birinci ilə ikincinin cəmi. N ilə n üstəgəl 1 topladım. Oldu. 2n üstəgəl 1 bölək. Üçüncüyə olan nisbəti. Üçüncü də n üstəgəl 2-dir. Və bu nədə yazmalıyım? Mütləq mötərizədə. N üstəgəl 2 bərabərdir 5-in 3-ə nisbəti. Bu tənasübdür. Bunu tənasüb kimi həll etsək, tənasüb kimi yazsaq, kəsrlə yazsaq, 2n üstəgəl 1 böl n üstəgəl 2 bərabərdir 5/3. Bu tənasübdür. Tənasübün xassəsi belədir də. Tənasübün kənar hədlərin hasili ilə orta hədlərin hasili bir-birə bərabərdir. Və bunlar kənar hədlərdir. Bunlar orta hədlərdir. İndi yaşıl qələmlə davam etsək, 3'ü vuracağım bir dəfə 2n üstəgəl 1-ə, yəni 2-nə də vuracağım, 1-ə də vuracağım. Bərabər olacaq 5-i vuracağım n-ə, üstəgəl 5 vuracağım 2-yə. Yəni onda olacaqdır, davam etsəm. Olacaqdır. 3'ü 2-nə vuranda olacaq 6n üstəgəl 3 bərabərdir 5-ə vuranda. 5n üstəgəl 10. Dəyişənləri sola keçirsəm n bərabərdir 7. Deməli onda mənim birinci ədədim 7 idi. İkinci ədədim ikinci addımda yazaq da. İkinci ədədim 8 idi.
Üçüncü ədədim isə 9 idi. Bizə də bunların cəmini soruşur da. 7, 8, 9 toplasam neçə eləyəcəkdi? 24 idi də səhv et. Bəli, cavab olacaq 24. Bu oldu bizim cavabımız. Yəni doğru alırıq. Sağ olun.